əgər Neftçinin biz deyəndə, yəni həmin azarkeş kütləsi və komanda rəhbərliyi Neftçini həqiqətən də Avrokuboklara daşımaq istəyirsə, burada çox əsaslı işlərə ehtiyac var və bu onsuz da yəni biz yayda da danışanda dedik ki, Neftçi uzun müddətli layihə qurmuş, Roman Qriqorçukla. İndi Qriqorçuku Samir Abbasov əvəzləyibsə, burada 100% biz deyə bilərik ki, əslində indi layihənin sadəcə başında Samir Abbasovla bu yola Amma gedə bilər. Qriqorçukla Abbasov arasında böyük fərq də var. Məsələ budur, Qriqorçuk Avrokubok təcrübəsi olan bir mütəxəssisdir və Samir Abbasov çempion olan bir mütəxəssisdir. Razıyam, Samir Abbasov çempion olan mütəxəssisdir, amma bu çempionluqdan sonra Avrokuboklardakı yəqin nəticələrdə xatırlayırsan. Hardasa yenə də mən legioner və əcnəbi bizim yerli mütəxəssis arasında seçim edəndə hər zaman yerli mütəxəssislərin tərəfindəyəm. Sadəcə yəni Neftçi artıq bir dəfə o səhvi edibdi, yəni nəyə görə deyirəm, yəni hədəfə çatmayandan sonra Samir Abbasov, halbuki nəticələr bərbad deyildi. Sadəcə komanda Qarabağdan geridə qalırdı. Samir Abbasov göndərdi. Ondan sonra çox danışıldı ki, nə qədər səhvli oldu, Samir Abbasov özü də bunu danışdı və klubdan da mövqelər öyrənmişdi, bir çox futbolçular danışmışlar. İndi bir daha yenə etsələr, yenə də səhv kimi. Mənə görə məncə böyük bir səhv olacaq. Yenə də deyirik, bu komanda Samir Abbasovun deyildi. Samir Abbasovun işini biz qısa müddət ərzində gördük, epizodik olaraq hansısa futbolçularla çalışması, amma nə heyəti o qurub, nə bu futbolçuları o komandaya cəlb edib və yayda bax şans vermək lazımdır. Onsuz da Neftçidə bax bu baş məşqlərlə bağlı, yəni hardasa güvənməmək problemi biz görürük və ona görə də indi Neftçiyə yeni baş məşqçi lazım deyil. İndi Neftçiyə yeganə lazım olan şey vaxtdır. Çox vaxt həyatda da deyirik ki, məsələn, hər şey nə olursa doğruya, yaxşılığa doğru olur. Bəlkə də Neftçinin Avrokuboklarına kənarda qalması və tam bir yayı Samir Abbasova verməsi ki, yəni bu komandanı yenidən qur, Neftçiyə 2 qat daha yaxşı faydalı olacaq və növbəti nəinki bir mövsüm, 2, 3, 4 mövsümlük bir Neftçi görə bilərik biz. Bax, bu da mümkündür. Sadəcə burada başqa bir məqam, yəni situasiyaların eyni olmaması. Həmin zaman ölkə çempionatı tamamilə fərqli xarakterə malikdir. Növbəti mövsümdən etibarən biz yeni eraya qədəm qoyuruq və bu, belə deyək, müstəvidə Neftçinin əsaslı şəkildə güclü legionerlərlə güclənəcəyini nəzərə alsaq, o zaman Samir Abbasovun indiyə qədər legioner futbolçularla necə işləməsini nəzərə almaq lazımdır və bu mövsümki təcrübə də var bizim əlimizdə. Buna qədər Sumqayıtda olsun, Neftçinin özündə olsun, bizim müşahidə etdiyimiz nəticələr də var və belə deyək, yəni Samir Abbasov yerli mütəxəssislər içərisində perspektivi baxımından fərqləndirilsə belə idman mediası tərəfindən, yəni mən düşünürəm ki, burada artıq daha detallı və daha dərin bir analizə ehtiyac var ki, Samir Abbasov həqiqətən də gücləndirilmiş, əgər gücləndirmə baş verəcəksə, baş verməyəcəksə, yəni Samir Abbasovun qalması və getməsi arasında açıq mən belə radikal şəkildə bir dəyişiklik görə bilmirəm, amma yəni əgər bu baş verəcəksə, Samir Abbasov növbəti mövsümdə həqiqətən də Neftçinin sükanı arxasında bu sükanı idarə edə biləcək şəxs rolunu oynayacaqmı? Bax, maraqlı sual budur. Yəni